Əziz abituriyentlər, MİQ və sertifikasiya imtahanına hazırlaşan müəllimlər, hər birinizi salamlayıram. Deməli, biz bugün biraz formatımızın xaricinə çıxmışıq. Yəni, normalda videolarımız sadəcə şagirdlərimizə özəl formada paylaşılır. Lakin, bugün biraz dəyişiklik etmişik ki, videodan hər kəs nəsiblənsin və inşallah ki, hər biriniz üçün faydalı olar. Deməli, vaxt itirmədən keçid edirik dərsimizin izahına. Dərsimiz ərəblər, ərəb xilafəti mövzusudur. Və deməli, biz əvvəla ərəb tayfaları ilə tanış olaq, daha sonra dövlətin yaradılışına keçid edərik. Demək deyirik ki, ərəblər harda yaşayıblar? Əvvəla gəlin biz bir xəritəmizlə tanış olaq, daha sonra keçərik. Deməli, baxın, görürsünüz, Ərəbistan yarımadası dünyanın ən böyük yarımadalarından biri sayılır. Bu yarımadada yaşamışdılar və yarımadanın iqlimi olduqca sərt idi, səhra, yəni belə deyək, quru çöllər, yarım səhralar və səhralardan ibarətdir. Və burada əsas şəhərləri görürük: Məkkə, Mədinə, Bağdad, Dəməşq. Deməli, bu iki şəhər, Məkkə və Mədinə şəhərləri Məhəmməd Peyğəmbərimizin dövründən başlayaraq, yəni Rəşidi xəlifələr dövründə paytaxt şəhərləri idi. Dəməşq Şam şəhəri, deməli deyirik ki, Əməvilər dövründə paytaxt idi. Bağdad isə Abbasi dövründə paytaxt şəhər olmuşdu və sırf paytaxtdan əlavə bu şəhərlər əsas ticarət mərkəzləri sayılırdılar. Xüsusilə Məkkə və Mədinə deyirik ki, yəni ticarət yollarının üstündə yerləşirdilər və olduqca prestijli şəhərlər sayılırdılar. Və onu da əlavə edirik ki, elə əhali bu belə deyək, çox da yaxşı olmayan iqlimdə əsas məşğuliyyətlərindən biri də ticarət idi. Yəni, əhalinin əksəriyyəti tacir idi. Ticarətlə məşğul olurdular. Və buradakı əhali, deyirik ki, deməli, yarımadanın şimalında və mərkəzində, yəni burada yerləşən səhralarda bədəvilər yaşayırdı. Bədəvilər kimdir? Bədəvilər köçəri maldarlardır. Onlar haqqında burada qısa bir məlumat verilib və onlar dəvəni deyirik səhra gəmisi adlandırırdılar. Daha sonra deyirik ki, əsas şəhərlər bayaq da qeyd etdiyi hansılar idi? Məkkə və Mədinə idi. Deməli, əvvəla gəlin Məkkə şəhərindən danışaq. Deyirik ki, Məkkə şəhərində əhalinin çoxu Qureyşlər nəslindən idi və bayaq da dediyimiz kimi ticarət və əlavə olaraq deyirik ki, dinin mərkəzi sayılırdı. Ümumiyyətlə burada rəngarəngli idi din, yəni belə deyək, əsasən düzdür bütpərəstlik idi, amma bununla yanaşı xristianlıq var idi, yəhudilik var idi, zərdüştlük var idi və bu da indi gələcəkdə görəcək ki, İslamın qəbulunu olduqca ciddi maneələr törədirdi. Və deyirik ki, hər bir ərəb qəbiləsinin özünün sitayiş etdiyi bir bütü var idi. Və deyir ki, bütlər Məkkə şəhərinin mərkəzində yerləşirdi və onlar deyir ki, ziyarətgahları da elə Kəbədə toplanmışdı. Yəni, bütpərəstliyin mərkəzi buradaydı. Və biz bunu qeyd etmədik. Gəlin, səhifəni dəyişməmiş xəritəyə biraz da daha böyük bucaqdan baxaq. Daha sonra keçid edərik. Deməli, baxın, burada daha tünd yaşıl görürük. Bu ərazi yuxarıda da qeyd olunub. Deməkdir ki, Məhəmməd Peyğəmbərin dövründəki ərəb xilafəti dövrüdür. Daha doğrusu ərazisi düzülü sayın. Biraz daha açıq tonları görürük. Buralarla sərhədlənmiş tonları görürük. Bu deyirik ilk xəlifələr, Rəşidi xəlifələr dövrünün ərazisi sayılır. Daha açıq tonu isə Əməvilərin dövrüdür. Abbasi dövrdə bilirik ki, artıq parçalanma dövrüdür, ərazilərin get-gedə itirilmə dövrüdür. Ona görə yəni, bu bizim belə deyim, ən yaxşı gördüyümüz variantıdır. Ərəb xilafətinin ərazisinin ən yaxşı variantıdır deyirik. Deməli, daha sonra nə deyirik? Qeyd edirik ki, 6-cı əsrdə deyir, ərəblərdə birlik yox idi və bundan kimlər istifadə edirdi? Təbii ki, Bizans və Sasani. Həmin dövrdə hansı dövlətlər mövcud idi? Bizans və Sasanilər. Deməli, bu az əvvəldə qeyd etdik ki, ərəblər çox yaxşı coğrafi mövqedə yerləşirdi. Nə baxımından? Ticarət yolları baxımından. Və bunun üstündə də Bizans və Sasanilər daim mübarizə aparırdı. Daha sonra İslamın meydana gəlməsindən danışaq. Demək deyirik ki, Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləm 570-ci ildə Məkkədə anadan olmuşdu. 610-cu ildə ona Hira dağında
vəhy gəlmişdi və İslam dinini təbliğ etməyə başlamışdı. Nə zamandan? 3 il sonrasından, daha düzgün qeyd etsə, 610-da vəhy gəlir və 3 il sonra artıq İslamın təbliğinə keçid edir, başlayır və İslamı qəbul edənlər isə həmin dövrdən başlayaraq artıq müsəlman adlandırmağa. Və deməli qeyd edirik ki, ərəblər özlərini, yəni öz həyat tərzlərini iki yerə bölürlər. İslamdan əvvəlki dövr, İslamdan sonrakı dövr və onlar İslamdan əvvəlki dövrdə özlərini cahil adlandırırlar və bu dövrü cahiliyyə dövrü adlandırırdılar. Burada da qeyd olunub. Daha sonra deməli deyirik ki, Peyğəmbər Əfəndimiz Məkkə əyanları tərəfindən sıxışdırıldığı üçün nə edir ki, 622-ci ildə Yəsribə köç edir. Yəni əvvəlki Yəsrib, sonra biz bunu artıq Mədinə adlandırırıq. Yəni artıq biz bu 622-dən sonra nə deyirik? Hicrət dövrü, hicri tarixi. Çünki hicrət etdi, köç etdi mənasında bunu biz başa düşürük və Peyğəmbər Əfəndimizin bu köçü ilə hicri tarixi başlamış olur və eyni zamanda İslam tarixinin də belə deyə əsası qoyulur, başlanğıcı qoyulur. Və artıq elə 622-ci ildən başlayaraq biz Yəsribə Mədinə deməyə başlayırıq. Daha sonra qeyd edirik ki, İslam dininin müqəddəs kitabı biz bilirik ki, Qurandır. Quran 114 surədən ibarətdir və onu biz hər cümləsinə ayə deyirik. Daha sonra bilirik ki, Quranın 5 şərti var. Onlarla bağlı da burada məlumat verilmişdir. Və deməli, nədən danışırıq? Gəlin artıq dövlətin yaranmasına keçid edək. Deməli deyirik ki, Peyğəmbər Əfəndimiz Məkkədən Mədinəyə köçdüyündən sonra artıq nə baş verir? Müsəlman icmasına rəhbərlik edir və artıq bütün şəhəri idarə etməyə başlayır. Amma və lakin bu deməli Məkkəlilərin xoşuna gəlmir və Məkkəli və Mədinəlilər arasında döyüş baş verir. 624-cü ildə Bədir döyüşü baş verir və burada bu döyüş Mədinəlilərin belə deyək, qalibiyyəti ilə nəticələnir və onlar arasında deyirik ki, 630-cu ildə sülh müqaviləsi imzalanır. Nəticədə deməli deyirik ki, Peyğəmbər Əfəndimiz Məkkəyə qayıdır və Kəbəni, nə demişdi bayaqların bütün mərkəzidir demişdi, bütlərdən təmizləyir və orada İslam dövlətinin artıq əsasını qoyur. Baxın, qarışdırmırıq. Dövlət Məkkədə yaradılır və İslam dövlətinin deyirik, əsası qoyuldu, ilk başçısı oldu. Daha sonra demək deyirik ki, ərəb tarixini biz 3 dövrdə şəkillendiririk. Peyğəmbərin və 4 xəlifənin dövrü. Peyğəmbər Əfəndimiz cəmi 2 il hakimiyyətdə olub. 630-632. 4 xəlifə, yəni Rəşidi xəlifələr. Hansılar idi bunlar? Əbu Bəkir, Ömər, Osman, Əli. Onların dövrü. Yəni bu dövr isə 632-661-ci illərə əhatə edir. Daha sonra gəlir Əməvilər sülaləsi 661-750. Əbu Müslimin belə deyək, başçılıq etdiyi üsyanla süqut edir bu dövr. Başlayır Abbasi sülaləsinin dövrü. O nə zamanda? 750-dən 1258-ci ilə qədər davam edir. Deməli, biz başlayırıq birinci öyrənirik Peyğəmbər Əfəndimizin və Rəşidi xəlifələrin dövrünü. Bayaq da dedik, 4 xəlifəmiz var. Əbu Bəkir, Ömər, Osman, Əli. Yəni biz bu dövrü bunlara görə, yəni 4 adını çəkdiyimiz xəlifəyə görə Rəşidi xəlifələr, yəni doğru yolda olanlar mənasına gəlir. Ona görə də Rəşidi xəlifələr dövrü deyirik. Gəlin baxaq görək. Bu dövrə nələrə aiddir? Baxın, bu dövrə nələr aid olduğunu bilməyimiz, ümumiyyətlə dövrləşmə. Elə ən çox ərəb xilafətində sual bu tip düşür. Məsələn, hadisəni verir və soruşur ki, hansı sülalənin dövrünə aiddir. Ona görə bunları bilməyimiz şərtdir. Deməli deyirik ki, paytaxt bayaq da xəritədə gördük, tanış olduq şəhərlərlə. Nə dedik? Məkkə və Mədinə şəhərlər olmuşdu və baxın, ən çox qarışdırılan məsələlərdən biri budur. Bütün Ərəbistan yarımadasının fəthi elə Rəşidi xəlifələrin dövründədir. Qarışdırmayaq. Onsuz ki, bayaqlarım görmüşdük, biz elə deyilmi xəritədə də. Tünd yaşıl sadəcə Peyğəmbər Əfəndimizin olduğu dövr idi. Biraz daha açıq yaşıl artıq ərazi genişlənmişdi. Nəinki Ərəbistan yarımadası, artıq başqa ərazilərində işğalı görünürdü, yəni xəritədə. Gəlin bir də baxaq.
Aha, görürsüz, hətta Afrikanın şimal, şərqini də işğal ediblər. İran, Sasani torpaqlarını da işğal ediblər. Yəni tək Ərəbistan yarımadasını deyil. Aha. Deməli, elə bayaq sadaladığımız ərazilərdən söhbət gedir. Şimali Afrika, Fələstin, Suriya, Misir, yəni xəritəyə diqqət eləsəz çətinlik çəkməyəcəksiniz. Və deyirik ki, Cənubi Qafqazı hücumlar biz hansı ki sizinlə keçmişik. Azərbaycanda da ərəb xilafətinin keçdiyi keçən dərsimizdə artıq bu döyüşlərlə də tanışıq. 1-ci Bələncər, 2-ci Bələncər döyüşləri, ərəblərin burada məğlub olması və bir nüansı yadınızda saxlayın. Deməli, ərəblərin Xəzərlərə məğlub olması, daha da şimala doğru irəliyə bilməməsi ərəblərin Şərqi Avropaya çıxışını əngəlləyir. Ərəblərin franklar tərəfindən məğlub olması isə ərəblərin Qərbi Avropaya çıxışını əngəlləyir. Aydındırmı? Xəzərlər şərqə, franklar isə qərbə çıxışı belə deyə bağlayırlar. Yəni əgər belə deyə ərəblər Xəzərlər və franklar üzərində qələbə qazansaydı, Avropa indi, ümumiyyətlə Avropanın əksəriyyəti indi müsəlman idi. Aha, deməli, daha sonra qeyd edirik ki, bu dövrdə Rəşid xəlifələr dövründə 651-ci ildə Sasani dövlətini də süquta uğratdılar və burada asanlıqla qələbə qazanmaların səbəbi nədir? Yadınızdadırsa, biz Azərbaycan tarixində də nə dedik? Dedik ki, ərəblər humanist idi, ilk vaxtda xalqa dəymirdilər, xəraclar az idi, hətta belə deyilirdi ki, imkan daxilində, yəni məcburi xərac yox idi, daha doğrusu vergi qoyulmurdu, əhalinin əksəriyyəti can vergisindən azad idi, yəni olduqca humanist idilər və rahatlıqla həmin əraziləri tutub, belə deyək, tabe edə bilirdilər. Əsas səbəblərdən bunları qeyd edirik. Gəlin indi isə keçid edək 2-ci sülalənin hakimiyyəti dövrünə. Bu hansı sülalə idi? Əməvilər sülaləsi idi. 661-750-ci illərə əhatə edir. Burada bayaqlarımda dedik, hansı şəhərə köçürüldü? Dəməşqə köçürüldü. Baxın, bunları unutmuruq. Əməvilər dövründə Dəməşq dedik, indi Abbasi dövründə isə Bağdad deyəcək. Deməli, daha sonra deyirik ki, 705-ci ildə artıq bizim bu məşhur Albaniyamızın daxili müstəqilliyinə son qoydular bu dövrdə. Sonra nə oldu? Deməli, 711-ci ildə Tariqin başçılığı ilə Afrika, hansı ki indi biz Cəbəlü Tariq boğazı deyirik, sırf yəni bu tarixi hadisə ilə biz o coğrafiyadakı obyektə Cəbəlü Tariq boğazı deyirik. Yəni Tariq həmin ərazidən keçərək İspaniyaya daxil oldu. Və nə oldu? Bildim, gedişat nə ilə nəticələndi? Veskotları məğlub edir və İspaniyanı fəth edir. Və beləliklə Pireneya yarımadasının xeyli hissəsini ələ keçirdi. Bayaq da biz xəritədə bunu gördük. Pireneya yarımadasının, baxın, Pireneya yarımadası buradadır. Deməli, Tariq, Cəbəlü Tariq görürsünüzmü? Boğazı. Buradan keçərək həmin ərazidə belə deyim, işğalçılıq siyasətini yürüdərək Pireneya yarımadasını ələ keçirir. Çətin tapaq biz. Aha, deməli, və deyir ki, bayaq dediyimiz məsələyə gəlirik yenə. Nə demişdik? Franklar üzərində döyüş demişdik. Franklarla daha doğrusu döyüş demişdik. Deməli, 732-ci ildə Poitiers yaxınlığında döyüş baş verir və franklar ərəbləri məğlub edirlər. Bayaq dediyimiz cümlə yenə Qərbi Avropa yürüşlərinin qarşısı alındı. Qərbi Avropa yürüşün qarşısını Frank alır, Şərqi Avropa yürüşün qarşısını isə Xəzərlər alır. Daha sonra qeyd edilir ki, ərəblər şərq istiqamətində də yürüşlərini davam etdirirlər. Hansı ərazilər tutular? Qafqaz, Mərkəzi Asiya, Çin, Hind vadisi, bu kimi ərazilərə belə deyək hücumlar edirlər. Sonra Xəzərlərlə də yürüşləri vardı. Biz bunlarla bağlı geniş Azərbaycan xilafətinə danışmışıq. Bilirsiniz, Savalan döyüşü baş verdi 731-də, Hilat döyüşü baş verdi 737-də və sonda ərəblər Xəzərləri öz ərazilərindən qovub çıxartmağı bacarırlar. Və deməli, daha sonra
Nədən danışırıq? Əməvi sülaləsinin hakimiyyətinin başa çatmasına danışırıq. Demək deyirik ki, Əməvilər artıq əvvəlki belə deyim, ərəblər kimi hakimiyyətlərini aparmırdılar. Gedişat belə deyildi. Əvvəl nə deyildi? Çox humanist idi deyildi, amma Əməvilər belə eləmir. Hətta Abbasilər daha sərt rejim quracaqlar. Deməli, Əməvilər vergiləri artırır, əhali arasında ayrı seçkilik qoyur, hansı ki, gəlib heç hakimiyyətə də dəymirdilər. Sən idarə et, sadəcə bizə xərac ver strategiyası ilə gedirlər. Artıq belə deyək, vəzifələrə də ərəbləri qoyulur. Bu da əhali arasında narazılığa gətirib çıxardır. Bizim əhalinin narazılığı hansı üsyanla nəticələnəcək? Xürrəmlər üsyanı ilə nəticələnəcək. Amma ondan əvvəl Mərkəzi Asiyada Əbu Müslim üsyan qaldırır və Əbu Müslimin üsyanı nəticəsində Əməvilər sülaləsi süqut edir. Deməli, Mərkəzi Asiyada Əbu Müslimin üsyanını gördük biz 750-ci ildə. Artıq Əməvilər sülaləsinin hakimiyyətinə son qoyuldu və hansı sülalə ilə əvəzləndi? Abbasi sülaləsi ilə. Daha sonra biz deyirik ki, Pirneyi yarımadasında hakimiyyətdə olan Əməvilər orada nə yaratdılar? Kordova xilafətini yaratdılar. Bu da ayrı bir mövzudur. Bunun haqqında da geniş danışacağıq. Davam edirik. Abbasi sülaləsinin hakimiyyətindən danışırıq. Deməli, Talas döyüşündən. Yadınızdadsa, Uyğur dövlətində də Talas döyüşündən danışmışdıq və siz mənə yorumlarda qeyd edin, görüm, Talas döyüşü hansı Uyğur hökmdarının dövrünə düşür? Həmin dövrdə hansı hökmdar hakimiyyətdə idi? Deməli, Talas döyüşünün Uyğurlar əslində heç bir aidiyyəti yoxdur. Özünüz bilirsiniz. Talas döyüşü Çin və Ərəb arasında baş verir. Ərəblər Çinliləri məğlub edir Talas vadisində və bu ərazidə möhkəmlənmək istəmirlər, geri çəkilirlər. Nə olur? Çinin itirdiyi torpaqlarda Uyğurlar yerləşir. Aydındırmı? Uyğurlar sahib olur həmin torpaqlara. Budur, əslində Uyğurlar bu müharibədə iştirak etməyiblər, bunu qarışdırmayasınız. Daha sonra deyirik ki, bu dövrdə paytaxt Dəməşqdən Bağdada köçürüldü və artıq biz bu dövrə Bağdad xilafəti dövrü deyəcəyik. Bu dövrdə Azərbaycanda Xürrəmlər üsyanı başladı, yəni baş verdi 778, 808, yəni bu üsyanlar davam edir ta ki 837-ci ilə qədər. Onun haqqında da geniş danışacağıq. Deməli, Xürrəmlər üsyanı deyirik, yatırılır, amma xilafətə olduqca böyük bir zərbə vurur. Yəni, xilafəti sarsıda bilir. Tək Xürrəm üsyanı deyildi. Yəni, bir çox ərazidə xilafətə qarşı çox ağır üsyanlar baş verirdi. Elə bayaq birində dedik, kimin üsyanı idi? Əbu Müslimin üsyanını qeyd etmişdik. Daha sonra bayaq da xəritədə dedik ki, bu ərazilər ən geniş əraziləridir Ərəb xilafətini görüb görə biləcəyi. Ondan daha çox geniş ərazisi olmur və artıq Abbasi xilafəti dövrü başlayandan nə baş verir? 9-cu əsrdə dedik ki, Ərəb xilafəti parçalanmağa başlayır. Abbasi dövründə də o, belə deyək, yaradılan xilafətdən artıq ərazilər bir-bir ayrılmağa başlayırdı. Misir, İran, Mərkəzi Asiya, eləcə də Azərbaycan. Biz nə deyəcəyik? Feodal pərakəndəlik dövrüdür Azərbaycanda. Nə yaranır? Azərbaycan Ərəb xilafətindən, belə deyək, asılılıqdan qurtulur və bizim feodal dövlətlərimiz yaranır. Şirvanşah, Saci, Salari, Rəvvadi, Şəddadi. Yəni artıq gördünüz, bizim dadımız burada qeyd olunması əbəs yerə deyil. Və qeyd edirik ki, 9-cu əsrdə Ərəb xilafətində dövlət idarə etməsində və orada türklər mühüm rol oynayırdı. Biz indi yenə belə deyim, biraz əlavə məlumat vermiş olacağıq. Dərsin əslində çox kənara çıxmaq istəmirəm, amma əlaqələndirəndə daha yaxşı yadınızda qalır deyə düşünürəm. Deməli, Xürrəmlər hərəkatında Xürrəmlərin üsyanının, belə deyim, son qoyulması yolunda artıq nə etmişdilər? Afşini ordunun başına qoymuşdular ki, yəni görürsünüz, bu da sübutdur. Afşinin də ordunun başında olması bir sübutdur. Sonra Əbsac Divdaddan danışırıq. Sacilər dövlətində deyirik ki, əsas yollara, nəzarətə Əbsac Divdadı qoymuşdu. Yəni birbaşa xəlifənin özü Əbsac Divdadı həmin yollara təyin edir. Yəni görürsünüz ki, orduda türklərə üstünlük verirdilər. Daha sonra nədən danışırıq?
Burada da qeyd olunub doğrudan. Bu mənim nəzərimdən qaçıb. İndi gördüm. Deməli, daha sonra uşaqlar, nədən danışırıq? Ərəb dövlətinin, bu ərəb xilafətinin paytaxtlarını burada qeyd etməliyim. Hər birinin həmin dövrlərdə adlarını çəkmişik. Gəlin xilafətin idarə etməsindən danışaq. Deməli, bu haqda da əslində biz geniş formada ərəb xilafətində danışmışıq, amma burada da bir üstündən keçək, təkrar edək. Ziyanı yoxdur. Deyirik ki, xilafətdə dövlət dili ərəb dili idi, aydın məsələdir. Sonra biz inzibati cəhətdən dövləti bölmüşdük. Nə demişdik? Əmirlik, mahal, məntəqə və kənd. Və qeyd etmişdik ki, hər bir mahal 12 məntəqəyə, hər bir məntəqə 12 mahal, məntəqə, qarışdırdım deyəsən. Əmirlik, mahal, məntəqə, kənd. Yəni hər biri 12 olaraq, yəni 12 ərazi bölgüsü olaraq bölünürdülər. Daha sonra deyirik ki, yadınızdadırsa tədavüldən Bizans və Sasani pullarını, qəlb pulları, saxta pulları, yəni tədavüldən qaldırırdılar. Azərbaycanda da bu belə deyim, pulları tədavülə qoyurdular. Hansı pullar idi? Onların pul vahidləri hansılar idi? Qızıl dinar idi, gümüş dirhəm idi. Burada da şəkilləri verilib. Yəni bu pullar Azərbaycanda da tədavülə verilmişdi. Daha sonra gəlin xilafət dövrünün vergiləri ilə tanış olaq. Yeni də təkrar etmiş oluruq. Biz bunları öyrənmişik. Xəracdan danışırıq. Xərac əsas vergi idi və torpaqdan istifadə müqabilində alınırdı. Cizyə deyirik ki, İslamı qəbul etməyən, yəni əhalidən alınırdı və hansı əhali cizyədən azad idi, onu da şərhlərdə yazarsınız, qeyd edərsiniz. Xümüs deməli daşınan əmlakdan alınır, zəkat isə daşına bilməyən əmlakdan alınırdı. Sonra biz sədəqədə demişdik, yadınızdadırsa. Bunlar zəkat, sədəqə hal-hazırda da dövrümüzdə istifadə olunurdu. Yəni Ramazan dövründə, bayramı dövründə biz bunlardan istifadə edirik. Torpaq mülkiyyət forması ilə tanışılaq uşaqlar. Deməli, dövlət torpaqları var idi adı üstündə. Divan dövlət torpağı təbii ki, dövlətə məxsus torpaqlar idi. İqta var idi. İqta xidmətə görə verilirdi. Nə demişdik? Bağışlanan iqta var idi. İcarəyə verilən iqta var idi. Bunlar haqqında da ayrı-ayrı danışmışdıq. Mülk var idi. Adı üstündə mənim mülküm. İrsi torpağım. Atadan oğula keçən torpaq idi. Deməli, siz mənim yadıma salırsınız ki, bəs ərəblərdə mülk sahibi necə adlanırdı? Əlavə olaraq da, misal üçün, biz feodalizmin yaranmasından danışırdıq, eləmi? Feodalizm yaranan dövrdə bəs mülk sahibinə biz, belə deyim, nə ad qoyurduq? Yəni, nə deyirdik, necə səslənirdik? Bunlar da deyərsiniz. Yəni, ərəb dövründə ayrı idi, feodalizmin başlanğıcında ayrı idi. Daha sonra deyirik ki, uşaqlar, vergilərdən danışırıq. Deməli, deyirik ki, Xəlifə Əlinin dövrü ən humanist, ən yaxşı dövrdür. Və elə bu dövrə görə, daha doğrusu Xəlifə Əlinin bu islahatlarına görə təqib olunur və öldürülür, bilirsiniz, şəhid olur. Deməli, deyirik ki, Xəlifə Əlinin dövründə vergilər azaldılmışdı, amma Əməvilər dövründə vergilər artırılırdı. Azərbaycanda da nə demişdik? Həmin dövrdə 725-ci ildə əhali siyahıya alınmışdı. Ondan sonra artıq vergilər daha da artırılmışdı. Abbasilər biraz da vergini artırır, hətta vergini verə bilməyəni qula çevirirdilər. Abbasilərdə bir də fərqlilik nə idi uşaqlar? Deyirdi ki, torpaq əkildi, becərildi, yəni əkilib əkilmədi, fərqi yoxdur. Becərdin, becərmədin, fərqi yoxdur. O torpaq sahəyə görə mənə vergini verməlisən. Əməvi isə torpaqdan götürdüyün məhsula görə vergini alırdı. Bu yəni heç olmaya biraz yaxşı vəziyyətdir da, elə deyilmi? Misal üçün, bəlkə torpağın məhsul gətirməyib və yaxud da imkanım olmayıb, mən o torpağı becərə bilməmişəm. Abbasi deyirdi ki, biz buna maraqlamırıq, sən vergini verməlisən. Yəni Abbasilər daha qəddar, belə deyim, strategiya, yəni daha doğrusu daha qəddar sistem qurmuşdular. Bunlar isə əlavə məlumatlardır, amma mən dərsdə bunları sizdən mütləq soruşacağam. Nəinki bunları ümumiyyətlə ümumi tarix və Azərbaycan tarix sintezli suallar verəcəm, bilirsiniz. Artıq öyrəşmisiniz. Hər birinizə uğurlar arzulayıram. Ümidvaram ki, hər biriniz üçün də faydalı oldu.
Yəni mən hər hansı bir məlumatı sizə çatdıra bildim. Sağ olun, salamat qalın. Növbəti videolarda görüşərik.